Gəlmişik Gürcüstana, gözəl lokasiya. Gürcüstan aeroportlarının birində yeni nəsil Land Cruiser hibridi və köhnə nəsil sadə motor Land Cruiser'i müqayisə edirik. Bu sürətli yolda görə kim kimi keçəcək. 1, 2, 3. O birisi maşın görsənmir. Yəni aramızda çox böyük fərq var. Çox böyük fərq var. Deməli, mən əskərdə olanda daim oğluna söz verdim ki, mən qayıdandan sonra bir il işləyib öz ən böyük arzumu həyata keçirəcəm. Mənim arzum Land Cruiser Prado almaq idi. Və bir ildən sonra daim oğluna zəng elədim ki, bir il tamamında mən Land Cruiser Prado'nu aldım. Amma mənim sizə daha böyük arzum var. Siz ilk maşınınızı LC 300 alasınız. 75 il ərzində ilk dəfə hibriddir və öz sinifinin ən güclü maşınıdır. Hibrid olmağına baxmayaraq, xarakteri yumuşaq deyil. Ayağınızı qaz pedalına qoyan kimi bunu biz test elədik, maşın ayağınızın altından götürülür. İçinə oturanda keyfiyyəti hiss eləyirsən. Ondan əlavə LED monitor, bir ədəd priborda, bir ədəd burada. Onunla bağlı Toyota'da nə xoşuma gəlir? Toyota nə qədər müasir olsa da belə, köhnə ədədlərini saxlayır. Knopkaları hamısı yerindədir. Bu çox rahatdır istifadədə. Və insan maşın arxasına oturanda özünü çox güvəndə hiss edir. LC 300-ü sürəndə başa düşürsən ki, Toyota illər ərzində öz güvənini niyə qoruyur? Komfort istəsən var, lüks istəsən var, güc artıqlaması ilə var. Kamil insan kimi özünü heç kimə sübut eləmək istəmir. Toyota öz sözünü deyib, deyəcəkdir. Özünüzü güvəndə hiss eləmək istəyirsinizsə, rahatçılıqla maşını sürmək istəyirsinizsə, getdiyiniz yolda heç vaxt narahat olmaq istəmirsinizsə, Toyota alacaqsınız və ən mükəmməli LC 300-dür.